Dəmirov, Gündə 4 dəfə nazik qatla sürt. ekzema, Gündə 3 dəfə yüngülcə çək. psaryoz, Gündə 4 dəfə pulcuqların üzərinə sürt. herpes, Gündə 3 dəfə qabarcıqların üstünə çək. sızanaq, Gündə 2 dəfə nöqtəvi sızanaqların üstünə vur. yataq yarası, Gündə 4 dəfə kompres et. varikoz yarası, Gündə 3 dəfə ehmalca yaranın üstünə vur. şəkər yarası, Gündə 4 dəfə nazik qatla yaranın üstünə çək. Əgər bu saydığım problemlərin hər hansı birindən əziyyət çəkirsinizsə, mənə diqqətlə qulaq asın. Çünki sizə bu xəstəlikləri eyni anda sağaldacaq bionaftan məhlul haqqında danışacağam. İndi deyəsiniz ki, qardaş, bu balaca məhlul bu qədər xəstəliyi eyni anda necə sağalda bilər? Bəli, düz eşitdiniz. Çünki bu bionaftan məhlul illərcə şəfası ilə dünyaya səs salan naftalan neftinin naftan karbohidrogenləridir və məhz mən dediyim qaydada problemli dərinin üstünə çəkildiyi zaman dəri bunu öz hüceyrəsindən fərqləndirmir və qoruyucu bariyeri aşaraq dərini bərpa prosesini işə salır. Antiseptik, antifungal və bərpaedici xüsusiyyətləri ayrı-ayrılıqda işləməyə başlayır. Ona görə də qısa zaman ərzində bu saydığım xəstəlikləri, eləcə də sağalmaz dediyiniz bu yaraları qısa zamanda sağaltmağa kömək edir. Ölkənin bütün apteklərində var, şəffafdır, qoxusuzdur, rahatlıqla istifadə edə bilərsiniz. Tapa bilməsəz, əzdaslarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün bəyənin, bu problemlərdən əziyyət çəkən insanlarla paylaşın və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzdasınız bal oğlanlar hər zaman sağlam qalasınız.